Vətəndaş mövqeyimlə Rayət İmaməliyev. Kəmalə Günəşlinin atışmamış əlimə yapış ceyranın mahnısı böyük əks-səda doğurdu. Kəmalə Günəşlinin səhnə hərəkətlərini, arxasını qabartmasını, oynatmasını sevmərəm. Dəfələrlə qınamışam. Bir jurnalist də deyir ki, Kəmalə Günəşli bu mahnıya görə həbs edilməlidir. Niyə? Səbəb nədir? Sual verirəm. Hörmətli jurnalist, Mamış və Məmiş şəkilçiləri Azərbaycan dilində feili bağlama şəkilçiləridir, inkar şəkilçiləridir. Niyə sənin və hamımızın ağlımıza başqa şeylər gəlir? Sən yanımdan birbaşa keçəndə, a qardaş, salamlaşmamış niyə keçirsən desəm, salamlaşmamış sözünə görə məni məhkəməyə verəcəksən, məni həbs etdirəcəksən, a kişi evin tikilsin, get dilçilərini, alimlərini verir məhkəməyə. Atışmamış, yapışmamış, qoymamış, hansı qanun pozuntusu var ki bu sözlərdə? Atışmamış əlimə yapış ceyranım. Bu mahnının sözləri və musiqiçisi Fars millətindən olan Mustafa Yaqubundur, səhv etmirəmsə. Get dilini inkişaf etdir. Qaytar adam balası kimi bizim əski Azərbaycan türkcəmizi. Dilimiz türk dilidir. O dili özümüzdən Azərbaycan dili etmək üçün hər oqqadan çıxdınız. Verdiyiniz xidmət də bax budur. Kosmetikalaşdırdınız dilimizə. 100 hoqqa verdiniz türk dilimizə. Boyun dalı olan peysər sözü bugün ən təhqir edici sözdür. Pəzəvəng sözünün sinonimidir, üzr istəyirəm. Çalır, verir, paylayır feilləri bugün ən vulqar ifadələr kimi səslənir Azərbaycan dilində. Bunların qarşısını alınır. Dəfələrlə demişəm, Azərbaycan dili bərbad köhdədir. Paytaxt salatına dönüb, Fars, Rus, Ərəb, bütün sözləri doldurmuşsunuz o dilimizə. Paytaxt salatı etmişsiniz. Bax, bu da son.